Diqqət, Azərbaycanlılar bu müharibəyə cəlb edilir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda fədakarlıq göstərən şəhidlərimiz, onların ailə üzvləri və qazilərimiz dövlət və cəmiyyət tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunub. Onlar öz canları və sağlamlıqları bahasına tarix yazıblar. Məhz bu səbəbdən müharibə başa çatan kimi dövlət başçısının ilk addımlarından biri qazilərlə görüşmək və onların problemlərini birbaşa nəzarətə götürmək oldu. Bu sözləri Axar Azza açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə eyni zamanda müharibədən dərhal sonra qazilərin reabilitasiyası ilə bağlı geniş tədbirlərin icrasına başlanıldı. Bu prosesdə qardaş Türkiyə də Azərbaycanın yanında oldu. Türkiyədən gələn psixoloq briqadaları yerli mütəxəssislərlə birgə qazilərə və şəhid ailələrinə psixoloji dəstək göstərdi. Şübhəsiz ki, müharibə ağır psixoloji nəticələr doğurur və müharibədə iştirak etmiş şəxslərin reabilitasiyası uzun müddətli prosesdir. Bu hal bütün müharibə aparmış ölkələr üçün xarakterikdir və Vyetnam sindromu kimi anlayışlarla da izah olunur. Təcrübə göstərir ki, qazilərin postmüharibə dövründə cəmiyyətə adaptasiyası üçün motivasiya, yeni fəaliyyət sahələri və məqsədyönlü proqramlar vacibdir. Dövlət bu istiqamətdə də addımlar atır. Postmüharibə dövründə əsas məsələ qazilərimiz üçün yeni hədəflərin müəyyənləşdirilməsidir, o qeyd edib. Sosioloq bildirib ki, son dövrlər mətbuatda Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində həlak olması ilə bağlı məlumatlar yayılır. Bu hallar ayrı-ayrı motivasiya edici çağırışlarla əlaqəli ola bilər, lakin kütləvi xarakter daşımır. Bununla belə, əgər belə hallar tendensiya halını alarsa, dövlət tərəfindən araşdırılacaq və qarşısı alınacaq. Çünki bu, Azərbaycanın müharibəsi deyil və vətəndaşlarımız bizim olmayan münaqişələrdə iştirak etməməlidir. Axar, Azə, Rau, En. Əgər bunu istəyiriksə, islahatlara getməliyik, prezident. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Axar Az xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisəsinin yaradıldığını qeyd edərək deyib. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və s. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzun müddətli inkişafa nail ola bilərik. Yox, olmazsa neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik.